Diş həkimi kreslo, etibar yoxsa qorxu? Stomatoloji xidmət təkcə estetik və rahatlıq məsələsi deyil. Bu, insan sağlamlığına birbaşa təsir edən tibbi sahədir. Hər pasient kresloya əyləşərkən həkimin bacarığına, sənədli peşəkarlığına və gigiyenik təhlükəsizliyə güvənmək istəyir. Lakin Bakının Bakıxanov qəsəbəsindəki bir stomatoloji klinikanın görüntüləri göstərir ki, bu etibar hər zaman təmin olunmur. Fəaliyyət var, sənəd yoxdur. Jurnalist araşdırması zamanı əldə edilən video görüntülər göstərir ki, Muxtar Fətəliyev küçəsi 102C ünvanında pasient qəbulu və tibbi xidmət prosesi aktiv şəkildə davam edir. Lakin jurnalistin yoxlamasına görə həmin şəxsin rəsmi tibbi diplomu və sertifikasiya məlumatı reyestrlərdə yoxdur. Araşdırma zamanı heç bir sənəd təqdim edilməyib. Bu yalnız sənəd yoxdur demək deyil. Bu ictimai sağlamlıq üçün ciddi boşluq və ya suallar yaradır. Gigiyena qaydaları gözə ard edilir. Videolarda həkimin pasiyentlə işləyərkən qoruyucu xalat taxmadığı görünür. Müşahidədə tibbi rəy kimi deyil, vizual fakt kimi qeyd olunur. Lakin stomatoloji xidmət zamanı bu vasitələr infeksiyaların qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır. Hər hansı riskli davranış isə yalnız pasient deyil, ümumi etibar da sarsıdır. Təzyiq və prezident mətbuat iddiası jurnalist birbaşa sual verir. Diplomsuz və sertifikatsız xidmət göstərdiyiniz iddialarına münasibətiniz nədir? Cavab əvəzinə həkim şikayətçinin kimliyini soruşur və mənim atam prezident mətbuatındadır ifadəsi işlədilir. Daha sonra özünü dayısı kimi təqdim edən Ədil Süleymanov zəng edərək jurnalistə obyektə gəldiyini irad kimi bildirir və ya yanında olun, qoy işləsin mesajını verir. Açıq mənbələrə görə həkimin atası İlham Hüseynovdur və Sadat TV-də fəaliyyət göstərir. Lakin bu fəaliyyətin prezident administrasiyasına və ya rəsmi dövlət mətbuatı ilə hər hansı rəsmi əlaqəsi yoxdur. Beləliklə, prezident mətbuatı ifadəsi təzyiq vasitəsi kimi istifadə olunur. Rəsmi status deyil. Problemin özü böyükdür. Bu yalnız bir klinika problemi deyil. Bu, jurnalistin sual vermə hüquqlarına qarşı təzyiq, ictimaiyyətin təhlükəsizlik tibbi xidmət göstərisinə laqeydlik və ya dövlət adının şəxsi qorxular üçün arqument kimi istifadə olunması ilə bağlıdır. Tibbi sənədlər varsa, niyə təqdim edilmir? Gigiyenik standartlara əməl olunmursa, risk kimin boynuna düşür? Dövlət və media adlarının təzyiq vasitəsi kimi istifadə edilməsi etik qaydalara əsaslanırmı? Etibar sarsılır. Diş həkimi kreslo etibar yeridir. Bu etibar pozulduqda problem təkcə bir klinika və ya həkimlə bitmir. İctimai sağlamlıq və etimad zərbə alır. Jurnalist sual verir. Cavab isə şəffaf və sənədli olmalıdır. Təzyiq mexanizmi isə yalnız cəmiyyətin etibarını sarsıdır və ən sonda sual qalır. Bu şəxslər jurnalisti nə hesab edir?